Hər vaxtınız xeyir əziz Dalğa FM dinləyiciləri. Dalğanın Kitab Klubunda xoş gördük, xoş eşitdik hər birinizi. Yenə ənənəvi olaraq cümə günü saatlar 15-16 arası, o deməkdir ki, Dalğanın Kitab Klubu öz həmsöhbəti ilə artıq efirdədir. Bugün isə həmsöhbətim yazıcı, ədəbiyyatşünas, yaradıcı, yazarlıq təlimçisi Ramil Əhməddir. Ramil bəy, xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirəm dəvət üçün. Uzun müddətdir Dalğa FM-i dinləyirdim. Xoş oldu bu gün mənim də səsimin bu dalğadan yayılması. Bizə də xoşdur, qarşılıqlıdır əlbəttə ki və sevindiricidir ki, bizim studiyamıza gələn qonaqlar, seçilən qonaqlar, sayılan qonaqlar, hətta biz dəvət etməmişdən əvvəl artıq Dalğa FM-in necə deyirlər, repertuarı ilə, mahnı playlisti ilə, strategiyası ilə agahdılar, tanışdılar, bələddilər. Əslində bu da müəyyən mənada həmin o zövqlərin üst-üstə düşməsindən, uyğunluğundan xəbər verir. Hamımız eyni dalğadayıq. Hamımız eyni dalğadayıq, tamamilə doğrudur. Elə hazırda da hər həftənin cümə günü saat 15-16 arası Dalğa FM dinləyiciləri bir kitab dalğasına köklənirlər, kitab ab-havasına köklənirlər. Mən isə Ramil bəy istərdim ki, bir sualla başlayım ki, indiki dövrdə kitab dəbdən düşürmü? Biz bilirsiniz, yeni bir dövrün astanasındayıq. Son dövrlər texnoloji alətlərin sürətlə həyatımıza girməsi, süni intellekt proqramlarının müxtəlif sahələr üzrə artması bizim həyatımızda xüsusən yeni nəsildə bir şeyləri dəyişdirir. Və artıq yeni nəsil düşüncə tərzi, yanaşması, diqqəti əvvəlki nəsildən bir sıra xüsusiyyətlərinə görə fərqlidir. Təkcə Azərbaycanda deyil, mən bu yaxınlarda New York Times-da bir məqalə oxuyurdum. Belə bir fikir var idi ki, Amerikadakı söhbət 11 illik orta məktəb sistemindən gedir. Amerikadakı orta məktəblərdə artıq nadirən hansısa bir şagird bir bədii əsəri başdan sona qədər oxuyur. Bundan müəllimlər də şikayətçidir, valideynlər özləri də uşaqlarının belə deyək ki, müşahidə edib bundan şikayətlərini bildirirlər və yeni nəsil daha çox bir kitabı, bir romanı, xüsusən həcmli kitabları başdan sona qədər oxumağı yox, süni intellekt vasitəsilə və ya müxtəlif proqramlarla qısaldılmış hadisənin əsas xülasəsini öyrənməyi daha üstün hesab edirlər. Bu şübhəsiz ki, bəlkə bizim ölkədə tam olaraq hələ bunu tam hiss etmirik. Çünki süni intellekt proqramlarının bizdə yayılması da demək olar ki, cəmiyyətin bütün sferalarına tam əhatə etmir və tədricən yavaş-yavaş baş verir. Amma görünən odur ki, bəli, bu bizim həyatımızı dəyişdirir, yazarların həyatını dəyişdirir, müəllimlərin həyatını dəyişdirir. Artıq biz müəllim olaraq dərslərimizə bəlkə fərqli yanaşmalıyıq. Yazar olaraq artıq oxucularımızı fərqli bir kontekstdə nəzərə alıb davam etməliyik. Bir sözlə artıq insanlara, insanların zövqünə, insanların yanaşmasına elə yanaşma özü də dəyişməlidir müəyyən mənada, amma maraqlıdır görəsən bu dəyişiklik keyfiyyətli dəyişiklikdirmi, yoxsa tamamilə əksinə? Bu barədə irəliləyən dəqiqələrdə danışacağıq. Əziz dinləyicilərimiz, Dalğanın Kitab Klubunda qonağımız yazıcı ədəbiyyatşünas Ramil Əhməddir. Siz bizə WhatsApp üzərindən yazılı və səsli mesajlarınızı da göndərə bilərsiniz. 099 1000 925 nömrəsi aktivdir və sizin WhatsApp-dan mesajlarınızı gözləyirik. Əziz dinləyicilərimiz, bir də xatırladaq ki, qonağımız yazıcı ədəbiyyatşünas Ramil Əhməddir və bir məqamı da dinləyicilərin diqqətinə çatdıraq ki, bir qədər sonra reklamları dinləyəcəyik, ardınca bir mahnı olacaq, sonra bir sual səsləndirəcəyik və həmin suala hamıdan tez WhatsApp-a onun doğru cavabını yazan dinləyiciyə Parlaq İmzalar Nəşriyyatından 30 manat dəyərində kitab hədiyyə olunacaq. Bu kitab hədiyyə kartıdır. Həmin dəyərdə kitabı isə məhz qalib gələn dinləyici özü seçim edəcək. Odur ki, bizi dinləməyə davam edin. Qısa reklamlardan sonra yenidən qayıdırıq. Dalğanın Kitab Klubundayıq. Qonağımız yazıcı ədəbiyyatşünas Ramil Əhməddir və bir qədər əvvəl biz kitabın dəbdən düşməsi və yaxud da ki, kitaba ehtiyac duyulurmu? Bu istiqamətdə söhbətimizə başladıq Ramil bəy. Amma mən istərdim elə qaldığımız yerdən davam edək. Sadəcə söhbətimizə başlamamışdan əvvəl bir daha dinləyicilərimizə xatırladaq ki, onlar diqqətlə bizi dinləsinlər və indi sual verəcəyik. Həmin suala WhatsApp üzərindən hamıdan tez doğru cavab yazan dinləyicimiz Parlaq İmzalar Nəşriyyatından 30 manat dəyərində hədiyyə kartı qazanacaq və elə həmin nəşriyyatda işıq üzü görən kitabları özü seçmək imkanı əldə edəcək. Sualın cavabını 099 1000
925. Bir daha qeyd edək, 099 1000 925 nömrəsinə WhatsApp üzərindən yaza bilərlər. Sualımız isə belədir əziz dinləyicilərimiz. Ramil Əhmədin ilk kitabı neçənci ildə nəşr edilib? Odur ki, bizə WhatsApp üzərindən yaza, eyni zamanda səsli mesaj şəklində göndərə bilərsiniz. Cavablarınızı gözləyirik. Yeri gəlmişkən təkcə cavaba deyil, suala cavabı deyil, eyni zamanda Ramil bəydə hər hansı bir sualınız varsa biz bunu gözləyirik. Və keçək indi söhbətimizə. Mən istərdim bir balaca bu süni zəka, süni intellekt mövzusuna toxunaq. Bugün baxırıq ki, süni intellektin ərsəyə gətirdiyi mahnılar, nəğmələr rekord baxış sayı yığır və etiraf edim ki, onlar arasında mənim özüm də dinlədiklərim var ki, uşaq vaxtı eşitdiyim mahnılarda bir balaca fərqli aranjmanda, fərqli tərzdə, yəni bu səsin sahibi yoxdur, amma sən onu bəyənirsən. Ola bilərmi ki, biz elə bir dövrə gələk ki, kimsə hansı hekayə yazsın, süni intellektdən gedir təbii ki söhbət, süni intellekt bir roman yazsın, müəllif yoxdur, imza görüşü olmayacaq, kitab təqdimatı olmayacaq müəllifin özü ilə, amma biz o romanı bəyənəcəyik, roman hekayəni bəyənəcəyik, şeiri bəyənəcəyik. Təsəvvür edirsinizmi belə bir şey? Ola bilər. Yəni fantaziyanın sərhədləri yoxdur. Ola bilər bəlkə biz elə bir gün ola bilər. Biz bəlkə də məsələn süni intellekti deyəndə Azərbaycan kontekstində Azərbaycan dil bazası zəif olduğu üçün belə deyək də bəlkə bəzi şeyləri təxmin etmə ehtimallara daxil etmirik. Amma niyə də olmasın? İrfan bəy, mən sizə belə bir şey deyim. Mən tələbələrimə oxutduğum bir hekayə var. Bizim dəyərli yazıçımız Yusif Vəzir Çəmənzəminlinin Gələcək Şəhər adlı bir hekayəsi var. Çox adam bu hekayədən bəlkə də məlumatsızdır. 1933-cü ildə yazılmış bir hekayədir. Bu hekayə Azərbaycan ədəbiyyatında ilk elmi fantastik hekayədir. Deməli 33-cü ildə yazıcı deyir ki, hekayənin süjeti budur ki, iki təyyarəçi, Bakıya gələn təyyarəçi təsadüfən Kürdəmiri keçdikdən sonra birdən-birə gözlənilməz bir şəhərə düşürlər. Və bu şəhər bütünüylə utopik bir şəhərdir. Xəyali bir şəhərdir. Xəyali bir şəhərdir. Burada nə var? Və hətta Yusif Vəzir elə şeylər yazıb ki, onların bəzisi bu gün gerçəkləşib, bəziləri var ki, hələ gerçəkləşməyib. Hekayənin davamını gətirməmişdən əvvəl bir detallı soruşum sizdən. Yusif Vəzir Çəmənzəminlinin seçilmiş əsərləri var 3 cilddə. Bəli. Həmin orada varmı bu hekayə? Bəli, var. Çünki mən o kitabı mütəmadi olaraq oxuyuram. Orada hekayələri var, həmin yazıları o cildin var. içində Orada var hekayelər hissəsində. Mən oxumamışam, mütləq oxuyacağam. Buyurun davam edin. Gələcək şəhər hekayəsi. Bu hekayədə məsələn 33-cü ildə yazır ki, məsələn bir gün elə bir şey gələcək ki, insanlar telefonla danışarkən bir-birlərinin üzünü görəcəklər. Məhkəmələrdə artıq sənin birbaşa gəlməyinə ehtiyac olmayacaq. Ekranda sənin şəklin və görüntün düşəcək. Hətta sən 3-4 günlük başqa bir məsafədə olsan belə səni dinləyə biləcəklər. Çox başqa şeylər. Məsələn bu gün adi bizim üçün eskalator dediyimiz metroda və s. istifadə etdiyimiz onun olacağını təxmin edir. Yolun sağı ilə hərəkət edin. Bəli. Ən çox da eşitdiyimiz yeraltı nəqliyyat vasitəsinin olacağını deyir. Düzdür, həmin vaxtı Yusif Vəzir bunu da nəzərə alın ki, bir dövr Parisdə yaşamışdı. Müəyyən o texnoloji baş verən və ya gələcək olacaq ehtimalları sezmişdi bir yazıcı hissiyatı ilə. Amma bir çox şeylər var ki, məsələn onlar gerçəkləşmir. Məsələn Yusif Vəzirin Gələcək şəhərində deyir ki, bizim şəhəri belə işıqlandırırıq. 3 ay bizim panellərimiz var. 3 ay boyunca bu panellər günəşdən enerji yığır və 9 ay ərzində geri qalan bütün o 9 ay ərzində biz ölkəni həmin o enerji ilə işıqlandırırıq. Düzdür, bu gün günəş panelləri var, amma dünyanın heç bir yerində hələ bu panel kəşf olunmayıb ki, 3 ay enerjini yığsın və o enerji bütün il boyunca sərf olunsun. Amma kim bilər, bəlkə də bir 20 il sonra, 50 il sonra bunları da kəşf etmək mümkün olacaq. Çox maraqlı hekayədir. İstəyərdim dinləyicilərimiz bunu oxusun. Və mən indi süni intellektdən deyirsiniz. Mən bu hekayəni oxutduqdan sonra bütün tələbələrimə verdiyim tapşırıq budur ki, hər kəs təqdimat etməlidir və təqdimatını süni intellektin vasitəsilə hazırlamalıdır. Və süni intellekt nə kimi təqdimat olur bu? Yəni bu əsərdəki ehtimallar, gələcək və 100 il sonra biz hansı gələcək gözləyirik? 100 il sonra gələcəyin şəhərlərində nələrin olması ehtimalları var və burada süni intellekt vasitəsilə tələbələrin hazırladığı müxtəlif videolar, görüntülər doğrudan da bizi çəkir. Yəni burada bir başqa bir aspektdə deyim. Yəni süni intellekt
özlüyündə təhlükəli bir şey deyil. Bunu qadağan etməliyik, bu ziyanlıdır demək yanlış bir şeydir. Burada yanlış olan şey bizim istifadə etmə məsələmizdir. Biz ondan necə yararlanırıq? Biz ondan əgər məsələn mən dediyim nümunədə yaradıcı şəkildə istifadə edirsənsə, bu artıq sən bunu yaradıcılığa çevirirsən. Çünki süni intellektlə çatışmayan şeylərdən biri nədir? Yaradıcı olmaması. Yəni sənin dediyin şeyləri etməsi, yaradıcılığı sadəcə imitasiya etsə də tam olaraq bir insan fantaziyası qədər təbii bir orijinal və yaradıcı bir məhsul təqdim edə bilmir. Əziz dinləyicilər, bir də xatırladaq ki, hazırda Dalğanın Kitab Klubunu dinləyirsiniz və qonağımız yazıçı, ədəbiyyatşünas Ramil Əhməddir. 30 manatlıq Parlaq İmzalar nəşriyyatından hədiyyə kartını qazanmaq üçün verdiyimiz, səsləndirdiyimiz suala hamıdan tez doğru cavab yazan dinləyicimiz layiq görüləcək. WhatsApp nömrəmizi sizə xatırladıq. 099 1925 nömrəsinə hamıdan tez doğru cavab yazan dinləyici qalib gələcək. Sualı isə təkrar edirik. Ramil Əhmədin ilk kitabı neçənci ildə nəşr edilib? Və qayıdırıq yenidən söhbətimizə. Qeyd elədiniz ki, gələcəyin şəhərləri, mən istərdim burada bir kiçik belə deyim, çıxarış edərək bir məqamı diqqət ayıraq. Səudiyyə Ərəbistanında düz şəhər, yeni bir şəhər, yeni bir dünyanınla bağlı, yəni bir neçə mərtəbələrdən ibarət bir şəhər salınır və deyilənə görə neçə əsrdən sonra, bəlkə də bir əsrdən, bəlkə də illər sonra turizm baxımından dünyanın bir nömrəsi ola biləcək bir şəhərdir. Biz baxırıq ki, ərəb dünyasında hazırda məhz turizm sahəsinə diqqət, müasirliklə bu cür insanları cəlb eləmək, xüsusən də bizim üçün qış aylarında orada bir balaca hava əlverişli olur. İnsanların dənizə getmək, isti günlərə qayıtmaq niyyəti ilə həmin ölkələrə, məsələn Qətərə səfəri, eyni zamanda Birləşmiş Ərəb Əmirliyinə, indi isə Səudiyyə Ərəbistanının o cür şəhərləri olarsa insanları cəlb etmək olar. Əslində, yəni gələcəkdən, inkişafdan qorxmamaq, əksinə onu özünə, insana ram etmək, tabe etmək lazımdır. Amma problem o zaman olar ki, süni zəka insanı özünə ram etsin. Burada bir şey də deyim. Məsələn, elə bu gün ərəb ölkələrində istifadə olunan şeylərdən biri süni yağışın yağdırılması texnikasıdır. Yusif Vəzir hekayəsində bunu da yazır ki, gələcək şəhərdə artıq insanlar təbiəti, iqlimi tənzimləyə biləcəklər, süni yağışlar yağdıracaqlar. Məsələn, əslində bəli, bu gün bütün süni yağış bilirsiniz ki, bəzi ölkələrdə tətbiq olunur və ya artıq biz bəlkə ölkə üzərində olmasa da evlərdə, iş ofislərimizdə artıq bir növ təbiəti, yəni ən az o mikro təbiəti tənzimləyə bilirik. Təbiətə diktə etmək istəyirik deyirsiniz. Görünür, insan oğlu hər zaman bax bu fantaziyalarla yaşayıb ki, arzulayıb. Amma bir şey var, Yusif Vəzir yazarkən həmişə optimist düşünüb. Hekayədə neqativ bir şey yoxdur. Amma biz bilirik ki, əslində bu texnoloji inkişafların yaranması eyni zamanda özü ilə bərabər bir çox problemləri də yaşadı. Dolayısıyla hər bir yenilik, bəli, xoş tərəfləri olduğu kimi qəbul etmək lazımdır ki, bunun bizim həyat standartlarımızda, vərdişlərimizdə dəyişdirəcəyi bir şeylər də var. Bunlar hər zaman da həmişə yaxşıya doğru olmayacaq. Baxın, insanın yeniliyə qarşı reaksiyası çox qəribədir. Yəqin ki, siz də fikir verirsiniz də, toplum olaraq, cəmiyyət olaraq bəzi yeniliklərə və biz tarix dərsliklərində də, tarixi ədəbiyyatda da bunun dəfələrlə şahidi və nümunələrini görmüşük. İnsanın yeniliyə qarşı birinci itələmə reaksiyası gəlir, inkar etmə reaksiyası gəlir. Sonra zamanla alışır və bəlli bir mərhələ gəlib çatır ki, sən həmin o yeniliksiz necə yaşadığını belə təsəvvür edə bilmirsən. Məsələn, götürək bizim telefonları. Əlimizdə hazırda saxladığımız bu telefonlar bir saatlıq belə bu telefonu evdə unutduqda sanki bizə doğma bir insandan uzaq qalmışıq, işlərimiz yarımçıq qalıb, getməyəcək bir təəssüratı yaranır bizdə. Amma bir də sual veririk ki, axı 20 il əvvəl o telefon olmadan da biz rahat şəkildə hərəkət edirdik, bəs o zaman işlərimizi necə nizamlayırdıq? Baxın, burada istərdim ki, bu nümunəni niyə çəkdim? Məhz informasiyanın ötürülməsi istiqamətinə yönələk. Vaxtikən informasiya mənbəyi, təbii ki, söhbət televiziya, radiodan da əvvələ gəlir, kitab idi. Bugün amma kitab informasiya mənbəyi olmaqdan çıxır. Özü üçün yeni bir dəstəxət, yeni bir üslub, yeni bir yol seçib. Amma tam səmimi deyim, mən bu yola ad tapa bilməmişəm. Sizdə varmı? Mən belə deyim, informasiyanın əlçatan olması insanların da zehnində bəzi yanlışlıqları yaradır. Nədir bu? Məsələn, bəzən insanlarda artıq bu fikir formalaşıb ki, o hər şeyi bilir. Çünki istənilən vaxt Google
və ya son dövrlər süni intellektdə istənilən sualı yazmaqla, istənilən mövzunu axtarış etməklə həmin informasiyanı əldə etdiyi üçün artıq bəzi insanlar, məsələn, yeni nəsildə müəllimlərin də faydasız olduğu, universitetin də faydasız olduğu düşüncələri yaradır ki, biz artıq hər şeyi əgər hardansa əldə edə biliriksə, nə üçün biz vaxtımızı bu qədər, deyək ki, bu tapşırıqlara, nə bilim, uzun akademik semestrlərə, illərə həsr edək. Amma İrfan bəy, burada bir şey var. Məsələ informasiyanı əldə etməkdə deyil. Bir var informasiya, bir var bilgi. Biz çox şey oxuya bilərik. Çox şeyi tip kitabını da qarşımıza qoyub terminləri əzbərləyə bilərik. Amma məsələ o zaman o informasiya dəyərli olur ki, sən onu bilgiyə çevirirsən. Onun real həyatda praktik istifadə mexanizmlərini bilirsən. Bu isə biraz daha zaman və təcrübə istəyir. Və biz belə desək, hər dövr, məsələn, bu gün bizim artıq tədris və müəllimlik pedaqoji məsələlərimiz də dəyişib. 20 il, 30 il bundan əvvəl müəllim auditoriyada yeganə informasiya mənbəyi idi və onun dediyi hər bir şeyi yazmalı, diqqətlə qulaq asmalı idin ki, heç bir şeyi qaçırmayasan. Amma bu gün elə şagirdlər var ki, müəllimlər ondan o informasiyanı götürürlər. Bu da innovativ informasiyalar olur. Doğrudur. Artıq bugünün yeni müəllimləri nə etməlidir? O sadəcə informasiya mərkəzi olmamalıdır. Çünki artıq informasiya əlçatandır və bunu əldə etmək asandır. Artıq bugünün müəllimləri o oxunulan informasiyanı necə bilgiyə çevirmək gərəkdiyini və necə ona tənqidi düşünmək mümkün ola bilər, bu mətnlərə necə tənqidi yanaşa bilərik, necə müqayisə edə bilərik və real həyatımıza necə tətbiq edə bilərik. Yəni əslində hər yeni dəyişim, yeni nəsil, yeni dalğa texnologiyaların yaranması insanları belə deyək də öz vərdişlərini, həyat tərzinə bir redaktə etmə ehtiyacı yaradır. Bu sizin peşənizdə də olacaq, ədəbiyyat peşəsində də olacaq, bütün peşələri bu və digər formada əhatə edəcək. Əslində mövzuya elə məxsusi yanaşmanız var ki, elə maraqlı yanaşmanız var ki, qətiyyən söhbətimizə fasilə vermək istəmirəm. Hərçənd ki, təkliflər arasında musiqi dinləmək də var, amma düşünürəm ki, dinləyicilərimiz növbəti saatlarda bu musiqiləri daha rahat dinləyəcəklər. Biz isə söhbətimizə davam edək, amma burada istərdim dinləyicilərimizə bir daha xatırladaq ki, Dalğanın Kitab Klubunu həm dinləyərək, sonra bir müddət sonra həm izləyərək, hazırda isə canlı efirdə bizdən hədiyyə qazanmaq imkanınız var. Parlaq İmzalar Nəşriyyatından 30 manatlıq hədiyyə kartı qazanmaq fürsətiniz var ki, bunun üçün sizə ünvanlayacağımız suala hamıdan tez doğru cavab verməyiniz şərtdir. 099 1925 WhatsApp nömrəsinə siz hamıdan tez doğru cavab versəniz və elə həmin 30 manatlıq hədiyyə kartını Parlaq İmzalar Nəşriyyatının hədiyyə qazanacaqsınız. Sualımız isə belədir: Ramil Əhmədin ilk kitabı neçənci ildə nəşr edilib? Odur ki, əziz dinləyicilər, Ramil bəy də studiyamızın qonağıdır. Yekunda gələn cavablara baxıb doğru cavabı ilə Ramil bəyin özündən eşidəcəyik. Mən isə istərdim ki, bir balaca yazıcı olmaq, yazarlıq məktəbi, yaradıcı yazarlıq, bu istiqamətlərə köklənək. Sizin yazar layihəniz var idi və qeyd edeyim ki, həmin o layihədə biz yazı qabiliyyəti olan, hətta bəlli bir təcrübəsi olan insanları da gördük. Eyni zamanda yeni addımlayan, sanki məktəbə gedəndə əlinə qələm tutmağı yeni öyrənən, yəni obrazlı şəkildə desək, ümid edirəm dostlar buna görə bizdən inciməzlər, insanları da gördük. Və avtomatik olaraq mən bunu bir çox, belə deyim, dostların əhatəsində də belə bir müzakirəm olub. Düşünürəm sizdə də bu nə vaxtsa olub. Ümumiyyətlə yazıçılığı, yazarlılığı təlimlərlə, öyrədərək, istiqamət verməklə, ola bilər burada istiqamət verməyə bir balaca haşiyə çıxmaq olar, amma öyrədərək yazıcı, yazar olmaq mümkündürmü? Bu belə deyək də, bu ixtisas, bu fikir yaranandan bəri ən çox şübhələrdən biridir budur. Yazarlığı öyrətmək mümkündürmü? Amma belə deyək ki, bu gün dünyanın İrfan bəy, Azərbaycanda olmasa da bu tipli məktəblər və departamentlər bu gün dünyanın ən prestijli universitetlərinin, Harvardın, Oxfordun, Yale-in istənilən, yəni siyahını uzatmaq mümkündür. Amerika və Avropa, eyni zamanda Şərq ölkələrində creative writing, yaradıcı yazarlıq departamentləri var. Bu ədəbiyyat fakültəsi deyil.
bir daha bunu vurğulayaq. Yəni ədəbiyyat fakültəsinin missiyası ədəbiyyat tarixçisi yetişdirmək, ədəbiyyatşünas yetişdirmək, ədəbiyyat müəllimi yetişdirməkdir. Amma yaradıcı yazarlıq fakültələrinin əsas missiyası yazmağı, yaradıcı yazının və eyni zamanda yaradıcı olmayan, yəni non-fiction deyilən, deyək ki, nitqlərin yazılması, e-maillərin yazılması, rəsmi işgüzar yazıların yazılması, bu kimi məsələlər öyrədilir. Bu çox önəmli bir şeydir. Azərbaycanda bütün yaradıcı sahələrin məktəbi var. Rəssamlığın, musiqinin, piano çalmaq da özlüyündə yazar olmaq qədər, yəni asan bir şey deyil. Yaradıcılıq tələb edən bir şeydir. Memarlığın, hər bir sahənin məktəbi, kolleci, universitetdə bu və digər formada fakültəsi var, rejissorluq da daxil olmaqla. Bircə yazarlığı biz həmişə istisna kimi görürük. Amma mən düşünürəm ki, artıq gələcəkdə biz bunu Azərbaycanda da artıq bəzi universitetlərin departamentlərində və ya özəl şəkildə, sürətli şəkildə davam edəcəyini görəcəyik. Mən bu yola bəli başlamışdım və edirdim, təlimlər edirəm, amma mən çox istəyərdim ki, mənim həmkarlarım yaransın. Çünki tək bu işi görmək... Təlimçilər artsın deyirsiniz. Bəli, tək bu işi görmək mənim üçün yorucudur. Çoxlu təlimçilər olmalıdır ki, biz bir-birimizə baxaraq, rəqabət edərək daim sahəni təkmilləşdirə ilərləməliyik. Təkliflər vermisinizmi? Məsələn, sizin elə ədəbiyyatşünas dostlarınıza, yazıcı dostlarınıza bununla bağlı bu təşəbbüslə, yəni siz də yaradın belə bir layihələr demisinizmi? Bilirsiniz, bu çətin bir şeydir. Yəni yaradıcı yazarlıq təlimçisi olmaq, yaxşı yazmaq mənasına gəlmir. Sən yaxşı romançı ola bilərsən, amma kiməsə roman yazmağı öyrətmək artıq pedaqoji və tamam başqa bir şeydir. Bu ona bənzəyir ki, sən çox yaxşı iqtisadçı ola bilərsən, amma bu o demək deyil ki, sən universitet auditoriyasına girsən, həm də çox yaxşı iqtisadiyyat müəllimi ola bilərsən. Bir çox ixtisasları şamil edə bilərik. Bunlar müəllimlik, öyrətmə, pedaqoji proses tamamilə çox fərqli bir sistemdir. Bunun üçün ən azı müəyyən insanlarda elmi belə deyək də bir bioqrafiya olmalıdır. Dərs nədir, dərsin formatı necə ola bilər, bir insan beyni, bir tələbənin beyni hansı materialı nə qədər mənimsəyə bilər. Yaxşı ifadə işlətdiniz, pedaqoq olmaq. Pedaqoq olmaq özü həqiqətən də o bir qabiliyyətdir, eyni zamanda çətin bir istiqamətdir. Məsələn, hamımızın həyatımızda var, bizim çox yaxşı müəllimlərimiz var. Amma öz ixtisasında zəif olan müəllimlərimiz də var, tanınmayan. Amma bizim çox sahəsi üzrə çox tanınan, məşhur olan müəllimlərimiz olub, amma müəllim kimi biz onlardan çox da fayda görməmişik. Yəni mənim də həyatımda belə müəllimlərim olub, çox böyük, bütün elmi dərəcələri alıblar, bütün ölkə onlara hörmət eləyir, yazdıqları kitablara, məqalələrə görə, amma auditoriyada o müəllimin effekti bir o qədər də olmur. Yəni ona görə bu ikisi tamamilə fərqli bir şeydir. Amma mən düşünürəm ki, yaradıcı yazarlığın, creative writing-in Azərbaycanda bu və digər formada artıq nələrsə şartlar var, davam edir. Çünki insanlar kitab yazmaq istəyir, insanlar, məsələn, biz reklam şirkətlərini düşünün, hamı nə axtarır? Copywriter axtarır. Bu gün Azərbaycan reklam bazarına baxın, nə qədər quru, nə qədər qərbdə baş verən proseslərin kopyalısının kopyası yaradılır. Amma hətta hərfi tərcümələr belə var. Niyə belədir? Çünki onlar axı öyrənmək yerləri yoxdur. Harda öyrənsinlər? Eyni şey bütün sahələrdə baş verir. Yəni yazı mərkəzli bütün sahələrdə baş verir. Halbuki yazı da digər sahələr kimi, necə ki məsələn musiqi təhsili var, rəssamlıq akademiyası var, memarlığı öyrədilir, rejissorluq, teatr öyrədilirsə, yəni yaradıcı sahələrdir bunların hamısı. Ədəbiyyatın da janrlarına görə strukturları, öyrədilmə mərhələləri, pedaqogikası var. İndi siz deyirsiniz ki, bunu ətrafa yaymaq, bunun çətin tərəfi odur ki, birinci növbədə radionun adından uyğun eyni dalğada olan adamları tapmaq lazımdır ki, o inansın ki, bəli, bu iş mümkündür və bu işi araşdırsın. Bu işi araşdırmaq üçün biraz daha dünyanı bilmək, izləmək lazım, əcnəbi dil bilmək lazımdır. Çünki Azərbaycan dilində siz bu kitabların nəzəriyyətini tapa bilməyəcəksiniz. Türk dilində də baza çox zəifdir. Ən azı rus və ya ingilis dili vasitəsilə bu bazaları öyrənmək lazımdır ki, bu və digər formada tətbiq edək. Bəs gələcəkdə məhz adını çəkdiyiniz yazarlıq fakültəsi yarana bilərmi sizcə? Ədəbiyyat yarana bilər, yox, yaranacaq. Artıq yaranacaq. Yaranacaq, bəli. Yəni bu bununla bağlı bəlli informasiyanız var, yoxsa inanaraq bunu deyirsiniz? Mən buna inanıram. Az əvvəl siz o bir fantaziya dediniz ki, elə bir gün ola biləcəkmi ki, süni intellekt yazacaq, yazmayacaq. Mən
Ona tam əmin deyiləm, amma mən bundan çox əminəm ki, Azərbaycanda çox yaxın bir gələcəkdə bu yazılacaq. Bilirsiniz, bax problem ondadır ki, orta məktəbdə olsun, ali məktəbdə olsun, biz uşaqlara şeirlər əzbərlədirik, hekayələr oxuduruq, romanlar oxuduruq və bunları böyük bir mistikanın içinə bürürük. Bu şair, bu yazıçı qeyri-adidir. Anadan gəlmə bir ona təbiət bir şey verib. Bu cür şeylər düşünmək biraz yanlış bir şeydir. Yəni bəlkə də o sinifdə, o auditoriyada gələcəyin yeni yazarları yetişəcək, amma biz onları yanlış yönləndirərək bir mif yaradaraq ki, səndən yazıçı olmaz, çünki yazıçı olsaydın başqa cür düşünərdin və ya o klişələrin içində düşünmək, yazarlar belə olur, şairlər belə olur demək, bizim ən böyük problemlərimizdən biri budur. Bunun bəlkə də Sovet dövründə bizdə bu böyük bir qalın səddlər olmamalıdır. Təsiri var. Çünki Sovet dövründə bizim zehnimizdə bir obrazlar sistemi yaradıb, şair belə olar, yazıçı belə olar və s. və s. Ümumiyyətlə elə müəllim də belə olar. Hər bir sahənin öz klişe. Hətta biz uzun illər düşünürdük ki, müəllimlər ümumiyyətlə yemək yemir, nahar etmir. Bunlar hamısı görürsüz nə qədər klişelərdir və bizi real, həqiqi o məlumatı almaqdan uzaqlaşdıran və yayındıran məsələlərdir. Ona görə mən bu fakültənin gələcəyinə inanıram və məmnuniyyətlə mən düşünürəm ki, biz bu fakültəni bir gün Azərbaycanda quracağıq. Yaxşı, bəs hazırda biz də buna inanırıq və necə deyirlər, sizin inamınıza, o enerjimizi ötürək deyə sizə dəstəyik. Amma hazırda bu fakültə yoxdur və siz bu layihə çərçivəsində sizə müraciətlər olur. Müraciət etmək üçün hansı kriteriyalar olmalıdır həmin insanda? Sən bir kitab sevər, gəlib sizin layihənizə müraciət edə bilərmi? Mənim etdiyim şey təlim olduğu üçün, yəni bir universitet olmadığı üçün hansısa bir imtahan, sertifikat tələbi qoymaq düzgün deyil. Bu sərbəst bir müraciət forması var. İstəyənlər heç bir şey yazmayanlar da gələ bilər, bir şey yazmış olanlar da gələ bilər. Yəni belə bir kriteriyamız yoxdur. Bu təlim müddətində əsasən biz belə deyək ki, ümumi bir janr üzərindən, daha çox hekayə janrı üzərindən hekayə strukturlarını və hekayədəki təməl komponentlərin bir-biri ilə uyğunluğu daha yaxşı necə yazıla bilər, bunun nəzəriyyəsi varmı, bunun strukturları varmı, bu istiqamətdə təlimlər verirəm. Mən xatırlayıram, tələbə olduğum dövrlərdə bizdə ustad dərsləri olardı, master klasslar, ustad dərsləri, tanınmış yazıçılar, tanınmış publisistlər, tanınmış jurnalistlərlə görüşlər keçirilirdi. Bu təlimləri həmin o ustad görüşlərinin, ustad dərslərinin daha sistemli, daha geniş forması adlandıra bilərik. Ustad görüşləri də maraqlıdır özlüyündə. Dünyada bu cür fakültələrdə bu cür belə deyək workshoplar eləyirlər. Təcrübəli şəxslər gəlib təcrübəsini paylaşır. Amma ustad dərslərində belə bir şey var ki, 10 nəfər çağırsaz, onu da fərqli bir şey deyəcək. Amma sahənin o nəzəriyyəsi ilə məşğul olan bir adam, bir ədəbiyyatşünas sizə mətnlərin, tekstlərin təməl bazalarını, bir-birini bəlli bir qayda var, bəlli bir sistem var, sistem əsasında izah gedəcək. Bəli bir sistem üzərindən izah. Amma bu o demək deyil ki, dünyada yazmağın bircə yolu var. Çünki yollar çoxdur, variantlar çoxdur. Siz sadəcə ünvanı deyirsiniz. Sadəcə ana istiqamətləri biz müəyyənləşdiririk. Belə. Əla. Mən istərdim sona doğru təqribən 2-3 dəqiqə vaxtımız qalıb. Sonda istərdim ki, məhz indiki dövrdə Azərbaycan oxucusunun üst tutduğu kitablara bir nəzər salaq. Bugün bizdə trend olan kitablar hansılardır, hansı janrda, hansı mövzulardadır? Nə müşahidə edirsiniz? Mən tez-tez naşirlərimizi tənqid edirəm, onlar da məni heç vaxt sevmirlər. Tənqid məqamlarından biri nədir? Data bazamız yoxdur. Bilirsiniz İrfan bəy, ölkədə hansı kitab nə qədər satır? Mən bunu bilmirəm. Bilmədiyim üçün də şərh etməyim də yanlışdır. Yəni mən tanıdığım 100 nəfərlə nə bilim bir kitab mağazasının mənə dedikləri ilə ölkə üzrə bunu dəqiqləşdirməyim yanlış ola bilər. Bəli. Bunu edə biləcək şəxslər ya Mədəniyyət Nazirliyinin bir kitab şöbəsi bunun bir sistematik bir planını hazırlamalıdır ki, biz bunu görə bilək. Datalar olmadığı üçün idarə etmə, yəni siz da bu gün Azərbaycan ədəbiyyatının ən təməl problemlərindən, kitabının problemlərindən biri yetəri qədər dataların olmamasıdır. Bu dataların açıq əldə edilə bilir olmamasıdır. Dolayısıyla bu da bizim haqqımızda biz yanlış təsəvvürlər yaranır. Bütün naşirlər şikayətlənir ki, kitab oxucusu yoxdur, amma biz az qazanırıq. Amma bu az nə qədərdir, oxucu yoxdurun sayı nə qədərdir, bunu heç kim açıqlamır. Yəni dolayısıyla biraz mən
naşirlərimizin bu prosesdə biraz daha şəffaf olmağa çağırır. Məsələn, bu gün Mədəniyyət Nazirliyi bu günlərdə kimlərdən kitab aldığını, hansı nəşriyyatlarda kitabların siyahısını açdı. Biz görürük ki, orada kifayət qədər yüksək məbləğlər var. 800 min, 500 tirajla alınan belədəki kitablar var da. Yəni biz bütün bu prosesi görmədən fərqli fikir yanılda bilmirik. Mənə gəlir ki, bəzi naşirlərdə bizim kitabımız alınmır deyirlər ona görə ki, müəllifə qonorar vermək istəmirlər, tərcüməçiyə yüksək qonorar vermək istəmirlər. Amma bu da əlimizdə bir data olmadığı üçün bu da sizin bir ehtimalınızdır. Bəli, təbii ki. Ona görə deyirəm ki, hamısı bir ehtimallar çərçivəsindədir. Amma son dövrlər düşünsək, kitaba marağın artdığını demək mümkündür. Yəni son dövrlərdə xüsusən kitabla bağlı görülən işlərin daha da təşkilatlandığı, istər kitab sərgilərinin keçirilməsi olsun, istərsə məsələn bax yeni texnologiyaların bizə yaratdığı yeni peşələrdən biri nədir? Kitab blogerləri, kitab influenserlərinin olması da cəmiyyətdə istər-istəməz kitabın yayğınlaşması və kitabın müxtəlif dairələrə çatmasını təmin edən vasitələrdən biridir. Hazırda sizin Abşeron Yarımadamı kitabı əlimdədir. Adətən Abşeron Yarımadası ifadəsini etmişik. Burada isə belə deyim, həmin o söz oyunu bir növ kitabın adında əksini tapır. Bu kitabınız Parlaq İmzalar nəşriyyatında nəşr olunub və biz ilinə baxırıq. Hazırda kitabın ili 2022-ci il. Bəli, 2022-ci ildə nəşr olunub. Bundan əvvəl də kitabınız var. Az sonra onun cavabını da biz sizdən eşidəcəyik. Baxın, qonorar məsələsinə toxundunuz. Bir yazıcı kimi kitablarınızdan gələn qonorar sizi qane edirmi? Ümumiyyətlə qonorar alırsınızmı kitablarınızdan? Yazıçının qonorardan məmnun olması üçün kitabın çox satılması lazımdır. Yəni bu çox satılmaq 10 minlər, bəlkə də 50 min, 40 min tiraja çatmalıdır ki, yazıcı istədiyi o qonorarı ala bilsin. Təbii ki, bu gün bizim kitab nəşrlərimizin tirajları adətən 500 min tiraj arası dəyişdiyi üçün ona görə yüksək bir qonorardan danışmaq mümkün deyil. Bu Azərbaycanın da problemi deyil, mən də buna sizə deyim. Dünyada bu gün yalnız kitablarının qonorarı ilə həyatını quran yazıcı sayı çox azdır. Onlar, yenə deyirəm, onlar o şəxslərdir ki, kitabları milyonlarla tiraj satılır və tək bir ölkədə deyil, dünyanın bir çox ölkəsində paralel şəkildə satılır. Romanlarına filmlər çəkilir, şeirlərinə böyük rock qrupları, nə bilim pop qrupları mahnılar bəstələyir. Bax bu onların əsas belə deyək də yaşama səbəbi bu cür qonorarın yüksək olmasıdır. Böyük bir industri işləyir həmin o müəllif üçün bir sözlə. Kitab məsələsində də ən çətin şeylərdən biri nədir? Çünki kitabın dünyaya çıxarılması asan bir məsələ deyil. Mənim Azərbaycan dilində yazdığım şeirin bir ingilisə çatdırmaq üçün ingilis dilinə tərcümə etmək lazımdır, bir rusca çatdırmaq üçün rus dilinə tərcümə etmək lazımdır. Məsələn, bir macara çatdırmaq üçün həm Azərbaycan dilini, həm macar dilini yüksək səviyyədə bilən və bədii tərcümə ilə məşğul olan bir tərcüməçiyə ehtiyac var. Bir neçə mərhələdən keçməlidir. Dolayısıyla yəni kitab sənayesində uğur qazanmaq həqiqətən çox çətindir. Təşəkkür edirik Ramil bəy sizə, minnətdarıq dəyərli vaxtınızı ayırdığınıza görə və sizə yaradıcı uğurlar arzu edirik, pedaqoji uğurlar arzu edirik. Bu arada qeyd edək ki, əziz dinləyicilərimiz, Dalğanın Kitab Klubunda qonağımız yazıcı, ədəbiyyatşünas, eyni zamanda yaradıcı yazarlıq təlimçisi Ramil Əhməd idi. Biz bu bir saat ərzində söhbət olduq sizinlə, yəni yuxarı aşağı bir saat çəkdik, çünki orada istisnalar da var idi və sual vermişdik. Parlaq İmzalar nəşriyyatından hamıdan tez doğru cavab verən dinləyici 30 manatlıq hədiyyə kartı qazanacaqdı. Sualın cavabını isə Rəhim bəy hamıdan tez doğru cavab yazdı. 2015-ci ildə Ramil Əhmədin ilk kitabı nəşr olunub, adı da Zaman Tuneldir. Təşəkkür edirik Ramil bəy sizə, minnətdarıq. Çox sağ olun, cavab doğrudur. Rəhim bəyə salam deyirəm və burada bir şübhəm də var, mənim dostumdur bəlkə də Rəhim, çünki İstanbuldan salamlayır sizi. İstanbuldan bəli tələbə yoldaşım olub, mən də ona salam deyirəm. Bizi deməli Dalğa FM-in əgər İstanbulda dinləyirlərsə, deməli bizim efirimiz belə o istədiyi nəticəyə gəlib çatdı. Uğurlar arzu edirik əziz dostlar, əziz dinləyicilər. Görüşəcəyik yenidən. Allah amanında.